Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Sənət və Ədəbiyyat Günləri çərçivəsində Fərqanə Dövlət Universitetində geniş bədii konsert proqramı təqdim olunub. Fərqanə Dövlət Universitetinin rektoru Bohadirjan Şerməmmədov çıxışında bildirib ki, Azərbaycan hər zaman Özbəkistan xalqına mənəvi cəhətdən yaxın olmuş. Onun mədəniyyəti, ədəbiyyatı və sənəti ölkədə böyük maraqla qarşılanmışdır. Rektor vurğulayıb ki, iki xalq arasındakı dərin humanitar bağlar bu gün də möhkəmlənməkdədir və bu kimi tədbirlər tələbələrin bir-birinin mədəni irsini daha dərindən öyrənməsinə şərait yaradır. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Mariflinin sözlərinə görə, Azərbaycan və Özbəkistan prezidentlərinin uzaq görən siyasəti nəticəsində yaranan və möhkəmlənən müttəfiqlik humanitar əlaqələrin inkişafına geniş imkanlar açır və həyata keçirilən mədəni layihələr bu strateji tərəfdaşlığın ardıcıl davamını təşkil edir. O əlavə edib ki, tədbirin xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunması xüsusi rəmzi məna daşıyır. Direktorun sözlərinə görə, Bəxtiyar Vahabzadənin zəngin poetik irsi Azərbaycan ədəbiyyatının və bütöv türk dünyasının mənəvi xəzinəsinin mühüm hissəsidir və ortaq dəyərlərin yaşadılmasına xidmət edir. Konsert proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Orxan Cəlilov və Rəvanə Əmiraslanlının yüksək məharətlə təqdim etdikləri vokal ifalarla başlayıb. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin Xarı Bülbül teatr truppası da zəngin bir proqramla çıxış edib. Truppa Üzeyir Hacıbəylinin məşhur Arşım olan əsərinə müraciət edərək bu klassik operettanın müxtəlif məqamlarını səhnədə canlandırıb. Ardınca kollektivi qaynana tamaşasına aid bir-birini tamamlayan müxtəlif məqamların bədii təqdimatı izləyicilərə təqdim olunub. Konsertin proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin Qarabağ Zəfəri rəqs ansamblı da maraqlı təqdimat ilə çıxış edib. Azərbaycan musiqisinin, teatrının və rəqs incəsənətinin təqdim edildiyi bu proqram Fərqanə ictimaiyyətində yüksək mədəni təəssürat yaradaraq Azərbaycan Sənət və Ədəbiyyat Günlərinin ən parlaq bədii hadisələrindən birinə çevrilib. Bu göy, bu torpaq, hər əhqəndə sevinç üzdə qəşəngdir. Переход вас. Учите вас. Qəmbərli, Heydər Həsənli, Missiya TV.